Bir koddan bir koda pulu necə göndərir? Bugün size onu göstereceğim. Demek burada 3 paralel xəttə daxil oluruq. Maliyyə hesabına daxil oluruq. Və digər bonus hesabına göndərin sözünə basdıqdan sonra artıq belə açılır. Gördüyünüz kimi bura ID yazırıq. Benim elimdə ofisə göndərirəm. Gördüyünüz kimi Roman ofisi. Ad soyad çıxmalıdır mütləq şəkildə. Və mən məsələn 20 mağazaya göndərirəm. Baxın bu belə və göndər sözünə basırıq. Gördünüz. İndi gəlin burada yenə 3 paralel xəttə daxil oluruq. Maliyyəyə daxil olacağıq. Və nəyə baxırıq burada? Demək bonus hesabının detalizasiyası. Bura baxanda bizə gələn pullar, biz göndərdiyimiz pulların hamısı göstərilir. Gördüyünüz kimi burada vəsait köçürülmüşdür. 02.04.2026 hamısı burada qeyd olunur.